Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyada Tural Sadıqlını cəmi 90 saniyə nokaut etdi. Prezidentin köməkçisi hədəfi dəqiq vuran fikirləri və sərt sözləri ilə qarşı tərəfə ard-arda ağır zərbələr endirdi. Əlbəttə, yazılı şəkildə mən sizə deyirəm ki, həyatda ən bir çətin şey vətənə xəyanət etməkdir, dövlətinə xəyanət etməkdir. Mən o statusda yaşayan insanlara səmimi deyirəm, mənim yazığım gəlir, düzdür, Allahın yazığı gəlsin. Vətənə xəyanət edənlərə acıdığını bildirən Hacıyev, sarsıdıcı arqumentləri ilə polemikanı tam qalibiyyətlə yekunlaşdırdı. Vətən sizə alışmaq deməkdir və məsələn, o Qarabağdakı separatistləri təşviq edəndə siz vətəni haqqında düşünürdünüz. Yenə deyirəm, mənim haqqımda nə deyirsindən sonra 5 qat artıqını deyin. Ayın gedirəm sizə. Tönqül özün 5 qat artıqını deyin, 10 qat artıqını deyin. Bizə deyirlər, mən heç eynəmə deyil. Amma belə deyil, mən də sizə müəyyən dərəcədə sizin mövcud durumunuzu bir qədər halım acıyır. Mən də istəməzdim, amma 100 minlərlə Azərbaycandan Almaniyada sığınacaq alır. 100 minlərlə yox, rəqəmləri genişlətməyək. 100 minlərlə deyil, 10 minlərlə deyil, 10 minlərlə deyil. Azərbaycandakı siz vəziyyətlərdən real vəziyyətsiz görürsünüz. Azərbaycan Respublikası vətəndaşıydınız, yaşayırdınız, hər hansı bir səbəblərdən sonra risk etdiniz, öz qərarınızdır. Ona görə də həyatda sizin haqqınızda baş verən və bilməyən hadisələrə görə Azərbaycanı günahlandırmaq bu düzgün deyil. Mənim bir səbəbləri özünüzə də axtarmalısınız. O zaman dövlət təhlükəsizliyi